Hamıya salam. Bugün Trendyol tədbirinə dəvətliyik. İstədim bugün də sizinlə bərabər vloqlayım. Burada biraz özümü göstərib, daha sonra isə gəlib çatdığım məkanı göstərirəm. Mən məkana demək olar ki, 1 saat gecikmişdim. Çünki özümü həm biraz mental olaraq yaxşı hiss etmirəm, həm də ki, çox xəstələndiyimdən, yəqin ki, səsindən hiss edirsiniz. Yəni, gəlmək istəmirdim, amma ki, qızlarım çox sağ olsun ki, məni o qədər təkid etdilər ki, mən gəlməsəydim olmazdı. Burada tədbirdən sizlərə Seracımın bizə izah etdiyi həmin bölümləri qoymuşam. Qarşıdan bizi çox gözəl endirimlər və böyük fürsətlər gözləyir. Ona görə də mənim Instagram hesabımı izləməkdə qalın. Həmin endirimləri sizlərlə bölüşəcəm. Burada canım padruşkam mənim Firuzə mənə çay süzür. Çünki mən biraz utanırdım və boğazım çox ağrıdığından, yəni ürəyimdə baya bir çay istəyirdi. Dedim gedək bir yerdə çay süzək. O da sağ olsun ki, mənə qırmadı. Bir yerdə getdi, çay süzdü. Sizə masamızdan kiçik bir görüntünü göstərirəm. Burada həm yeməklər, həm də şirniyyat süfrəsi var idi. Amma mən ac olmadığımdan sadəcə və sadəcə çay istəyirdim və ona görə də yalnızca çay içdim və bura təbii ki, mən yoldaşımla bərabər gəlmişdim. Onda kiçik bir sizə göstərirəm. Burada çay içirik biz də. Qızlarla bir arada olmaq həqiqətən də mənə çox yaxşı bir formada təsir elədi. Bu mənim padruqam bayaq qeyd etdiyim kimi Firuzə idi. Burada çox gözəl bir-birindən fərqli mahnılar var idi və onun enerjisini görüb dedim çəkməsəm olmaz. Sonra qıza dedim ki, gəlin gedək bir yerdə ətrafı vloqlamaq istəyirəm. Onlarla bərabər getdim. Sizin üçün kiçik də olsa ətrafı göstərim. Burada həm masalar da var idi, hansı ki oturmaq üçün və ayaqüstü zona. Biz ayaqüstü zonadaydı. Burada bir-birindən fərqli yemək çeşidləri, həmçinin şirniyyat adeli də var idi. Kiçik detalları göstərdim və tədbirin sonuna yaxın iştirak edən bütün influencerlara hədiyyələr təqdim olunurdu və burada sırada onu gözləyirdik. Firuzə dedi ki, mən burada çox yorulmuşam, siz gözləyin və mən gözləmək istəmirəm çünki burada bayağı bir insan var idi və biz də gözlədik. O da orada oturmuşdu. Bizi burada göstərir ki, biz isə ayaqda durub növbədə dayanmışıq. Daha sonra isə bu digər padruqam ayağında. Onun dırdağını görüb deyirəm ki, səndə də bordo rəngdir. Sonra burada deyirdim ki, sizcə hansı arkadaşlar və biz burada hədiyyələrimizi aldıq və New Generation'ın Rossman'la əməkdaşlığı sayəsində bizə belə kiçik bir hədiyyələr verirdi və burada dedim ki, canım izləyicilərimə niyə də unpacking videosu mən çəkməyim? Çünki mən belə şeyləri çox sevirəm. Düşündüm ki, siz də mənim qədər çox sevirsiniz və bir-bir rəfiqələrimin hər birinin unpackingini etdirdim. Gördüyünüz kimi hərəyə fərqli bir formada kosmetiçkalar verilmişdi. Əsasən Kremko və L'Oreal və Zeporis'dən olan hədiyyələr bizi qarşılayır burada. Hər bir kəsə fərqli bir formada hədiyyələr düşmüşdü və onların hər birini burada sizlər üçün göstərdim. Sıra keçir birazdan mənim hədiyyələrimə. Onları da sizə göstərəcəm. Hansı ki, mənə də burada Kremko'dan belə bir serum, daha sonra isə dodaq boyası L'Oreal'dan düşmüşdü. Çox bəyəndim. Tam da mənim pencəmin rənginə uyğun. Burada digər mən padruqalarımı görürəm. Onlarla da kiçik sizə göstərmək istəyirəm. Gülnur burada Trendyolda belə bir aksiya var idi bizdə. Hansı ki, çanta rəngləmə. O da burada çantası rəngləmişdi və özü yazmışdı. Burada ona baxıram, deyirəm ki, görəsən bunun üzərindəki rənglər getmir ki, biz onu müzakirə edirik burada. Daha sonra isə qızlarla yenə kiçik bir mahnı molası və ondan sonra isə tədbirin sonuna gəlib çatırıq və biz artıq yollanırıq evimizə. Qızlarla sağollaşdım və gedirik artıq evə. Və günü burada sonlandırıram. Gələn videolarda görüşənədək sizlərlə vlog çəkməyə, paylaşma həqiqətən mənə xoş təəssürat bağışlayır və daha çox videolarıma rastlaşmaq istəyirsinizsə sizi Instagram hesabımda gözləyirəm. Mail life-a daxil olaraq daha çox linklərlə və daha çox izləmələr, videolarla qarşılaşa bilərsiniz. Odur ki, bu qədər. Məndən hələlik gələn videolarda görüşənədək.